Salam dostlar, necəsiniz? Ümid edirəm yaxşısınız. Dostlar, bu günləri sizə günlük vlogumu göstərəcəm və dərsdən qaydanda sizə nə etdiklərimi göstərəcəm. Yuxulu olduğuma siz də anladınız məncə. Onda üzümü, əl-üzümü falan yumuşam. İndi geyinməyə keçəcəm. Dostlar, tam ayrılmış değilim. Neyse, gittik. Dostlar, indi məktəb formamı geyinək. Geçiş eləyəcəm. Oldu məncə geçiş. Dostlar, geyindim ama bu koftanı ətəyin içine salmayayım, qərarsız qaldım. Sizə göstərəcəm. Baxın. Saldım mən. Məncə belə daha yaxşı oldu. İndi saçımı yığacağım, amma necə yığacağımı bilmirəm. Baxaq. Necə yığa bilərəm? Şu an daramamışam falan. Bugün də kusura bakmayın. İndi ayağı gətirəcəm və necə yığacağımı bir iki də qərar verək. Dostlar, saçımı daradım. İndi siz deyəcəksiniz ki, çantamı niyə yığmadın? Mən ağıllı şagird olaraqdan axşamdan çantamı yığıram həmişə. Bu sual mənəsi də qabaqcadan da adlandırdım. Dostlar, sonradan fikrimi dəyişdirib belə yığdım. Nəysə, gecikirəm, mən qaçarım. Gələndə video çəkəcəm. Dostlar, mən evə indi gəldim. Paltarımı dəyişəcəm. Onda sizinlə görüşəcəm. Dostlar, vaxt doğrudan çox tez keçir. Yəni indi saat 15:05-dir, görünmür. 15:05-dir. Yəni çox gec oldu. İndi mən gedim namazımı qılım. Qəzası girməmiş 1 saat falan qalıb. 5 minutes later. İndi saçımı toplamaq istəyirəm. Belə bir broşkayla. Baxaq necə olacaq. Dostlar, saçımı yığdım. Baxın, belə oldu. İndi tez dərslərimə başlamaq istəyirəm ki, vaxt çox tez keçir. Sonra bir də gecənin yarısı oturub yatmayayım da. Baxaq. Birinci hazırlığımdan başlayacağım. Burada. Tapşırıq 8-də qalmışam. Baxın, belə. İşıqdan görsənmir, amma məcburiyyətən belə. İndi bunları yazacağım. Sonra alim filosof olmaq. Dəqiqə, susadım. Su. Dostlar, gəldim. Baxın. Eyniməm. Bu sefer mən böyük çaşkaları sevirəm. Çünki bazı çaşkalarda mən çox üşəngiz biri olduğum üçün su gətirsəm, bir də gedib oradan durub su gətirən deyiləm. Baba, bunu da suyumu doldurdum. Oh. Çok şükür yarabbim. Sesim gitti. Evet. Ben hele kalemimi çıkartmamışım. Bu diyorsun ders vlog oldu ya. Günlük vlog olmadı. Bitti. Çok maraqlı demək başladım. Deməli, çıxartdıq qələmi. Favori qələmim. Bu qələmi olan var. Favori qələmim reklam. Yok, reklam. Keşke olsaydı, bu yoktu. Neyse. Dostlar, baxdım, mən 8 yazmışam. İndi onu yazırıq. Çünki 9'da isbat deyir. Mən onu necə yazım? Neyse. Bakın, qamcam var.
Çok saçma bir konu. Neyse danışmıram ya. Çok vaxt gedir. 15:35'te. 10 dəqiqə mal. Neyse. Dostlar hazırlığımı bitirdim. Bak. Yazdım. Şimdi saat 16:24'dür. Sabaha ikinci gündür. Derslerine baxım. Bunlar. Dersine günümdür ama. Dostlar indi ben bütün derslerimi sihir yaparak dostlar yazılarımı bitirdim. Oxlarımı eləməyə yorulmuşam. Çok yoruldum 2 dəqiqə dersten ama 2 dəqiqə değildi oradan. Saat 18:14'tü. Görünsene. Neyse görünmüyor işte. 18:14'te bu arada piyano sesi gelirse sorry çünkü anam piyano çalır. Artık ne ineyim. Riyaziyyat elədim. Fizikanı elədim. Sonra hazırlığı elədim. Obis dərsləri elədim sonra. Bunları elədim. Sonra oxularım qalıb. Azərbaycan tarixini oxumalıyam. Biologiyanı oxumalıyam. Bunlar qalıb. Of. Dostlar həyətə çıxmaq qərarı aldım. Çünki ev sıxıcıdır. A few moments later. Dostlar saat çok geç oldu. İndi buraları bir yerlere koyacağım. Sadə. Neyse yattım onunla ben size de geceniz xeyrə, yani gecədirsə. Bay bay.